Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, dəyərli cəmaat, hörmətli böyüklər, ağsaqqallar. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhl-i beytinə və qiyamət gününə dək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah Teala bizləri ayların ən üstünü, ən fəzilətlisi olan Ramazan ayında məclislərin ən xeyirli, ən faydalısı olan elm məclisində, süfrələrin ən bərəkətlisi, ən hörmətlisi olan iftar süfrəsində cəm edib toplayıb. Həqiqətən də bu böyük neymətdir. İnsanın uca Allaha ibadət etməsi, Allah üçün ömrünü, həyatını yaşaması, namazlar qılması, oruclar tutması, xeyir işlər, salih əməllər görməsi olduqca əzəmətli, böyük bir neymətdir. İnsanın yaradılışındakı əsas məqsəd, qayə, hədəfdir. Allah Teala buyurur: "Qul inna salati və nusuki və məhyaya və məmati lillahi rabbil alamin." De ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Allah Teala buyurur: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları ancaq mənə ibadət etmələri üçün yarattım. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala dünyanı və onun içərisində olan neymətləri istədiyinə də bəxş edir, istəmədiyinə də bəxş edir. Sevdiyinə də, sevmədiyinə də. İbadət edib itayət edənə də, asi, günahkar olana da. İman gətirib müsəlman olana da, iman gətirməyib qeyri-müsəlman olana da hamıya bəxş edir. Çünki uca Allah hamının Rəbbidir. Bütün aləmlərin Rəbbidir. Amma İslamı, amma imanı, amma namaz qılmağı, amma oruç tutmağı ancaq və ancaq uca Allah sevdiyi, üstün etdiyi şəxslərə bəxş edir. Seçdiyi, haqqında xeyr istədiyi şəxslərə bəxş edir. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur: "Mən yuridillahu bihi xayran yufəqqihhu fiddin." Allah Teala kimin üçün xeyir istəyərsə, ona dini başa düşmə qabiliyyəti verir. Başa düşər ki, İslam dini nə deməkdir? Mən nə üçün yaranmışam? Mən aləmləri Rəbbi olan uca Allaha ibadət etməliyəm. Bax, bu ancaq Allahın xeyir istədiyi şəxslərə bəxş olunur. Əziz zəhamat, Allah Teala bizlərə ömrümüzdən bir Ramazan daha keçirməyi nəsib, müyəssər, asan, rahat etdi. Həqiqətən də Ramazan böyük bir neymətdir. Ramazan ayında yaşamaq, uca Allaha ibadət etmək, insanın günahlarının salih əməllər ilə bağışlanıb əfv olunduğu ay. 12 ayın sultanıdır Ramazan ayı. Allah Teala'nın üstün fəzilətli etdiyi aydır Ramazan ayı. Uca Allah Kur'an-ı Kerim'de buyurur: "Fəmən şəhidə minkumuş şahra fəlyasumhu." Sizdən kim Ramazan ayına çatsa, bu ayda oruç tutsun. Ramazan ayı gələn zaman Allah Teala bu ayı ibadətlə, əvvəldən sona qədər ibadətlə keçirməyimizi bizə buyurur, tövsiyə edir. Bu aya çatmaq hər birimizin duası idi. Allah'tan istədiyi idi.
Allah'ım bizi Ramazan ayına yetiştir. Allah'ım bizi Ramazan ayına çatdır. Hamımız dua eləyirdik, hətta paylaşırdıq ki Ramazan ayına çataq. Baxın, Allah Teala bizim bu duamızı qəbul etdi. Bizləri Ramazan ayına yetişdirdi. Alimlərdən İbnül Cevzi rahimehullah deyir ki, əgər qəbir əhlindən soruşulsa ki, nə istəyirsiniz dünyadan sizə verilsin, onlar deyərlər, Ramazandan bir gün keçirmək istəyirik. Allah Teala bizə bu əzəmətli neməti haqsız, hesabsız, əvəzində heç bir şey almadan bizə nəsib etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayın gəlişi münasibəti ilə səhabələrin müjdələyərmiş, onları sevindirərmiş. Sizə mübarək Ramazan ayı gəldi deyə onları müjdələyərmiş. Bu ayın ilk gecəsində, hansı ki biz ona niyyət gecəsi deyirik, cənnətin bütün qapıları açılır. Bir qapı belə olsa bağlı qalmır. Cəhənnəmin bütün qapıları bağlanır, bir qapı belə olsa açıq qalmır. Şeytanlar və azğın cinlər zəncirlənirlər. Bu Ramazanın hər gecəsində uca Allahın cəhənnəm odundan xilas eləyib bağışladığı bəndələri vardır. Bu Ramazanın hər iftar oruc açan vaxtı cəhənnəm odundan xilas edib bağışladığı bəndələr vardır. Bu hər gecə baş verir. Bir nəfər çağırışçı çağırıb deyir ki, ey xeyir iş görmək istəyən budur Ramazan ayı, ey şər iş görmək istəyən dayan Ramazandasan. Bax, bu ay, əziz qardaşlar, yetişmək böyük xoşbəxtçilikdir. İnsanın günahlarının salih əməllər etməklə yanıb əfv olunduğu ay. Lakin bu aya yetişməkdən daha mühüm olanı bu ayda Allaha ibadət edərək yaşamaqdır. Çünki Ramazan ayına yetişmək o deməkdir ki, Peyğəmbər s.ə.v-in dediyi kimi, sizdən kim bu aya çatsa, oruç tutsun. Yani bu ayda yaşamaq, digər aylarda yaşamaq kimi deyil. Bu ayda yaşamaq, yəni gündüzlər oruç tutmaq, gecələr namaz qılmaq. Bu ayda yaşamaq, gündüzlər Quran oxumaq, zikr eləyib dualar etmək, gecələrdə təravih namazları qılmaq, yenə dualar edib Quran oxuyub zikr etmək. Bir aylıq insanın həyatında nemət, Ramazan ayı. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Mən sâme Ramazana imanən və ihtisabən gufira lehu mə təqaddəmə min zənbihi. Kim Ramazan ayını fərz vacib olmasına inanaraq, mükafatını da Allah'tan gözləyərək oruç tutarsa, onun keçmiş günahları bağışlanır. Demək, Ramazan ayı mütləqdir ki, insan oruç tutsun. İslamın 5 əsasından, 5 dayağından biridir. Bu ayın gecələrin namazlarla keçirmək. Mən qamə Ramazana imanən və ihtisabən gufira lehu mə təqaddəmə min zənbihi. Kim Ramazan ayında gecə təravih namazların qılarsa, onun keçmiş günahları bağışlanar. Bu ayda, əziz qardaşlar, Allahı zikr edən, Allahı dua edən, çoxlu Quran oxuyan şəxslər hamıdan çox savab mükafat qazanırlar. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmdən soruşurlar, ya Resulallah, hansı oruç tutan daha çox savab, daha çox mükafat qazanır? Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm deyir ki, oruclu halda çoxlu zikir edib dua edən oruç tutanlar. Ya Resulallah, hansı namaz əhli daha çox savab qazanır? Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, namazında Allahı daha çox zikir edib dua edən oruç tutanlar. Ya Resulallah, hansı məscid əhli? Ya Resulallah, hansı cənazə əhli? Ya Resulallah, hansı Allah yolunda olan daha çox savab qazanır? Hamısında Peyğəmbər s.ə.v deyir ki, Allahı çoxlu zikr edib, Allaha çoxlu dua edən şəxslər. Bu zaman Əbu Bakr As-Siddiq radiyallahu anhu deyir ki, ya Resulallah, onda zikr edib dua edənlər bütün savabları götürüb getdilər ki, Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm deyir ki, əlbəttə ey Əbu Bakr, zikr edib dua edənlər, Quran oxuyanlar hamıdan daha çox savab qazanıb, hamını ötüb keçdilər. Ona görə alimlər deyirlər ki, Ramazan ayında edilən bir zikir, başqa aylarda edilən bir zikirdən 1000 dəfə üstün fəzilətlidir. Ramazan ayında deyilən Subhanallah,
başqa aylarda deyilən Subhanallahdan 1000 dəfə üstün fəzilətlidir. Yaxud la ilahe illallah, yaxud la havlə və la quvvətə illə billah, yaxud Allahu Akbar, yaxud elhamdülillah, yaxud salavat, yaxud Quran-ı Kərim oxumaq, yaxud sədəqə vermək, yaxud kimisə yedizdirmək, içizdirmək, iftar vermək, yaxud yaxşı xeyir işlər görmək, atı ilə, anı ilə, qohumla, qonşu ilə, yarhamukallah. Digər aylarda edilən o əməllərdən 1000 dəfə üstün fəzilətlidir. Oruc insanı cəhənnəm odundan qoruyan möhkəm bir qalxandır. Əgər insan özü o qalxana zərər ziyan vurmasa. Nədir o qalxana zərər ziyan vuran şeylər? Yəni insan orucuna zərər ziyan vuran şeylər insanın faydasız işlərlə məşğul olması, faydasız boş sözlər danışması. Bax, onun orucun zədəliyir. Həm də olsun uca Allaha ki, artıq bizlər 26 gün bu aydan orucu tutmuşuq, 27-ci gecədəyik, artıq 3 günümüz qalıb. Yəni bizlər oruclarımızın necə son günlərdə qəbul olması onu axtarmalıyıq. Mən nə edim ki, Allahım, bu son günlərimdir, Ramazanın məndən qəbul olunsun. Baxın, Allah Teala buna görə də bizlərə yollar qoyub, səbəblər qoyub. İlk öncə bilməliyik ki, əməllər sonluqlarına görədir. İbrət sonluqdadır. İnsan Ramazana başlayanda görürsən ki, daha çox ibadətlə, daha çox istəklə, daha çox arzu ilə başlayır, amma ortaya doğru zəifləyir, sona doğru daha çox zəifləyir. Bu zaman o əməlin qəbul olunmağında naqislik, qüsur olur. Əksinə biz nə etməliyik? Yaxşı başladığımız kimi hər gün o yaxşını daha da artırmalıyıq ki, sonda o əməl bizdən qəbul olunsun. Allah Teala buyurur, İnnəmə yətəqabbəlullahu minəl muttəqinə. Allah Teala yalnız və yalnız təqva əhlindən qəbul edir. Yəni Allahın əmrlərini yerinə yetirənlərdən, qadağalarından çəkinənlərdən. Bizlər çalışmalıyıq ki, bu son günlərimizdə daha çox ibadətə, itaətə vaxt ayıraq, orucumuz, Ramazanımız bizdən daha çox qəbul olsun. Baxın, bu son 10 gündə əlhəmdə Qədir gecələri var. Peyğəmbər sallallahu aleyhi və səlləm bu son 10 günün fəziləti haqqında deyib ki, bu gecələrin birində Qədir gecəsi var. Özü son 10 gün daxil olanda kəmərini bərkidərmiş, yəni dünyanı tərk eləyərmiş, ibadətə vaxtı ayırarmış, daha çox ailəsini də oyadarmış Allaha ibadət, itaət etmələri üçün. Bu son 10 gün bu qədər fəzilətlidir. Sələflər 3-10 günə xüsusilə diqqət yetirərlərmiş. Bir Muharram ayının ilk 10 gününə, 2 Zilhiccə ayının ilk 10 gününə, 3 Ramazan ayının son 10 gününə. Bu son 10 günün birində Qədir gecəsi var. 1000 aydan xeyirli, fəzilətli gecədir. Allah Teala Qur'an-ı Kərimdə bu gecənin fəziləti haqqında danışır. Bu gecə 1000 aydan xeyirli, fəzilətli gecədir. Bu gecə Allahın izni ilə Cəbrail və mələklər hər bir mühüm iş üçün yer üzərinə enib nazil olurlar. Hətta alimlər deyirlər ki, bu gecə yer üzərində olan mələklərin sayı xırda daşların sayından daha çox olur. Bu gecə mübarək gecədir. Allah Teala Duxan surəsində Qur'an-ı Kərimin nazil olduğu Qədir gecəsi mübarək gecə adlandırır. Bu gecə insanın bir illik həyatı, qədəri yazılır. Bu gecə edilən bir ibadət 1000 aydan xeyirli, fəzilətlidir. Sənin bu gecə Quran oxumağın, zikr etməyin, namaz qılmağın, sədəqə verməyin, dua etməyin 1000 aydan xeyirli, fəzilətlidir. Bu gecə Rasul sallallahu aleyhi və səlləm xüsusi dua öyrədib, Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu anni. Allahım, sən həqiqətən də əff edib bağışlayansan. Əff etməyi, bağışlamağı sevirsən, məni əff et, məni bağışla. Bax, bu dua bizim hamımızın dilində əzbər olmalıdır. Bu son günlərdə fitrə zəkatı var. Hər bir müsəlman kişiyə və qadına bu fitrə zəkatı fərz və vacibdir. Hətta oruç tutmayana da fitrə zəkatını çıxartmağı vacibdir. Fitrə zəkatı bayramdan 1 yaxud da 2 gün qabaq çıxarılır. İnsanın öz ölkəsində yaşadığı ərzaq qida məhsullarından. Ərzaq qida məhsullarından bir də o məhsullar ki, onları 1 il saxlayanda xarab olub zay olmur.
Bir il saxlayırsa xarab olub, zay olmur, onlardan fitrəsini çıxardır. Fitrə zəkatı çıxarılır xurma, kişmiş, bulgur, qarabaşaq, mərci, lobya, noxud, un, vərməşi, düyü, kişmiş, bu kimi məhsullardan. Adam başı 3 kilo. Ailə başçısı özü, yoldaşı, övladların adından fitrə zəkatı çıxardır. Ailədə 5 nəfərdir, 15 kilo fitrə zəkatını çıxardır. Kasıblara, fağır fuqaraya, ehtiyac sahiblərinə verir. Fitrə zəkatı ona görə var ki, Abdullah ibn Abbas deyir, Allah Resulü sallallahu aleyhi ve sellem fitrəni fərz etdi ki, oruç tutanın bütün Ramazan boyu boş sözləri, boş əməlləri bağışlansın. Ramazanda etmiş olduğu naqislikləri, nöqsanları yuyulub getsin. Həmçinin kasıblar və ehtiyac sahibləri doysunlar. Kasıbçılıqları qarşılansın. Hamı ilə birlikdə bayram günü bayram eləsinlər. Bax, buna görə var fitrə zəkatı. Fitrə zəkatı pulla çıxartmaq, qızılla, gümüşlə doğru deyil. Səbəb, fitrə zəkatı ibadətdir. İbadət də Quranda və sünnədə necə gəlibsə o şəkildə olmalıdır. Allah Resulü sallallahu aleyhi və səlləm, onun səhabələri, onun əhl-i beyti fitrə zəkatın ərzaq məhsullarından çıxarıblar. Baxmayaraq ki, imkanları, pulları var idi. Dinarları, dirhəmləri, qızılları, gümüşləri var idi. Sahabələrin də, əhl-i beytin də var idi. Amma heç biri pulla çıxartmadılar, ərzaq məhsullarından çıxartdılar. Fitrə zəkatını insan verir kasıba, fağır fuqaraya, ehtiyac sahiblərinə. Fərqi yoxdur. İstər kasıb, fağır fuqara, ibadət, itaət əhli olsun, istər imanı zəif, asi günahkar olsun. Yenə verə bilərsən. İstər mömin müsəlman olsun, istər qeyri-mömin, qeyri-müsəlman olsun. Kasıbdır, əziyyət çəkir, ona verə bilərsən fitrə zəkatından. Önəmli olan hamı öz yaşadığı yerdə bayram namazına qədər fitrə zəkatını çıxartsın. Sonra uca Allah bu gözəl ayın axırında bizə əzəmətli bir ibadət qoyub, o da bayram təkbirləridir. Allah Teala buyurur, قَدْ أَفْلَحَ مَنْ تَزَكَّى وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى Zəkatın fitrəsini verən, Rəbbin zikr eləyib uca tutan, bir də namaz qılan şəxs, bu bayram namazıdır, artıq qurtuldu, xilas oldu. Bayram təkbirləri axırıncı Ramazanın günü iftar etdikdən sonra söylənməyə, deyilməyə başlayır. Ta bayram günü imam namazgaha gəlib bayrama, namaza başlayana qədər davam edir. Axırıncı iftarımızı ki etdik artıq, başlayırıq təkbirləri oxumağa. Ta növbəti gün səhər bayram namazı qılınana qədər bu təkbirləri deyirik. Bu təkbirlər kişilər özləri eşidəcək qədər yüksək səslə, qadınlar isə aşağı sakit səslə deyirlər. Bu təkbirlərin deyiliş qaydası Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber, və lillahil hamd. Bu təkbirləri demək hər bir yerdə icazəlidir. Evdə, işdə, yol gedəndə, səfərdə olsa, məsciddə, namazgahda, hər yerdə icazəlidir. Əziz qardaşlarım, sonra gəlir bayram namazı. Bayram üçün hazırlaşmaq. Bizlər bayram namazına ilk hazırlaşmağımız az əvvəl qeyd etdiyimiz kimi fitrə zəkatı ilə başlayır. Artıq fitrə zəkatını vermək Ramazan bayramının ədəblərindəndir. Sonra bayram təkbirlərimiz gəlir. Sonra isə bayram günü sübh namazından sonra bu əməllər gəlir. Bayram günü sübh namazını qıldıq, qurtardıq evimizdə yaxud da məsciddə. Gəlirik, imkan varsa, evimizdə varsa tək sayda xurma yeyirik. Tək sayda nə deməkdir? Yəni 1, 3, 5, 7, 9 xurma yeyirik. O yoxdur, səhər yeməyimizi yeyirik. Önəmli olan həmin günü nəsə yeyib içməkdir bayrama qədər. Bayram günü oruç tutmaq haramdır, qadağandır, olmaz. Sonra qusul alıb, yuyunub təmizlənirik. Sonra gözəl paltarlarımızdan geyinirik. Bu gözəl paltar geyinmək və az sonra qeyd edəcəyim ətirlənmək ancaq kişilərə məxsusdur. Qadınlar isə o bəzənməkdir, o gözəl geyimlərdir, onları çöldə eləmirlər. Evdə mümkündür, amma çöldə az sonra qeyd edəcəyik, onlara da bayram namazına gəlmək vacibdir, çöldə, xaricdə bunu eləmirlər. Ondan sonra bayram namazına gedərkən gediş yolumuz bir yol olsun, imkan varsa qayıdış yolumuz bir yol olsun. Gəldik, çatdıq
məscidə. Əgər bayram namazını məsciddə qılırıqsa, 2 rükət məscidi salamlama namazımızı qılıb otururuq. Otururuq, məşğul oluruq bayram zikirləri, bayram təşbihləri ilə. Kimsə Quran oxusa da olar, lakin ən yaxşıdır ki, bayram təşbihləri ilə məşğul olmaq. Peyğəmbər sallallahu aleyhi və səlləm bayram namazından qabaq namaz qılmayıb. Bayram namazından sonra da namaz qılmayıb. Namaz qılıb evinə qayıtdıqdan sonra. Buradan başa düşülür ki, duha namazı kimi səhər vaxtı qılınan namazlar bayram namazından qabaq qılmaq düzgün deyil, xatadır. Düzgün deyil, xatadır. Yaxud istixarə, yaxud dəst namazdan sonra 2 rükət namaz. Bu kimi namazlar bayram namazından qabaq qılınmır. İnsan duhadır və bu kimi namazları evinə qayıtdıqdan sonra qıla bilər. Əgər bayram namazı məsciddə qılırsansa 2 rükət məscid namazını qılıb oturursan, çünki Peyğəmbər s.ə.v deyir, sizdən biri məsciddə gələndə oturmamışdan qabaq 2 rükət namaz qılsın. Amma əgər məsciddən kənar bir yerdə qıllıqsa, nəsə musallədə, namazgahda, o zaman gəlirik birbaşa otururuq, imamın gəlib bayram namazına başlamağını gözləyirik. Təkbirlərlə, zikirlərlə məşğul oluruq. Bayram namazına gəlmək hamıya vacibdir. İstər kişilərə, hətta qadınlara belə. Baxın, Peyğəmbər s.ə.v qadınlara yeganə namazdır ki, gəlməyi buyurur. Nə sübh namazına gəlin deməyib, nə zöhrə gəlin deməyib, nə asra, nə məğribə, nə işiyə gəlin deməyib. Nə də cümə namazına gəlin deməyib. Amma bayram namazına gəlin, hətta xəstə olsanız belə. Hətta xəstə olsanız belə gəlin, oturun çöldən namaza qulaq asın. Buna görə qadınlar gərək bunu bilələr ki, bayram namazına gəlmək onlara da vacibdir, fərzdir. Kimsə gedə bilməsə, kişilərdən yaxud da qadınlardan özləri öz evində qılırlar. Bayram günləri, əziz qardaşlarım, yaxşı əhval ruhiyyəmiz yüksək olası gündür. Bayram namazı qılınır, bayram namazından dərhal sonra bayram xutbəsi gəlir. İmam xutbəni oxuyur, qulaq asırıq, faydalanırıq. Ondan sonra bir-birimizlə təbrikləşirik. Allah mübarək eləsin. Ramazan bayramını təbrik edirəm. Təqabbalallahu minnə və minkum. Allah Teala bizdən sizə qəbul etsin. Bax bu şəkildə bayramlaşmaq, təbrikləşmək. Həmin günü bizim bayram günümüzdür. Allah Teala bizə bir ay Ramazan orucu kimi İslamın ən fərz ibadətindən sonra bir gün bayram verir. Necə ki həc ibadətindən sonra 3 gün bayram verir, Ramazandan da sonra bir gün bayram verir bizə. Və qardaşlar, biz belə eləsək, Allah Teala bizim oruclarımızı bizdən qəbul edəcək. Və bayramdan sonra bizlər Şəvval ayının orucu gəlir. 6 gün oruç tutmaq. Peyğəmbər s.ə.v fəziləti haqqında deyir ki, kim Ramazan orucunu tutar, qazasız, bəlasız, xatasız, 6 gündə Şəvvaldan oruç tutarsa, bir il oruç tutmuş kimi savab var. Sanki 360 günün hamısını orucunu keçirir. Hər gün oruc olur. Savabı mükafatı yazar. Kim Ramazan ayını tam kamil tutubsa, artıq bayramı səhərsindən Şəvval orucuna başlaya bilər. Amma kimin qazası varsa, 1 gün, 2 gün, 5 gün, 3 gün, birinci qazalarını tutsun, sonra Şəvval orucuna başlayıb tutmağa. Amma kiminsə qəzası, məsələn 20 gün, 25 gün, böyük gündürsə, onda Şəvvalı salsın qabağa, 6 gün tutsun, qalan Ramazanın qəzası növbəti Ramazana qədər tuta bilər Allahın izni ilə. Bax belə, qardaşlar, bu son günlərdə hər birimizə xatırlatmaq etmək istədiyim bax bu idi. Artıq bir Ramazan daha ömrümüzdən keçdi. Allah Teala bizim bu orucumuzu bizdən, bu ayımızı bizdən qəbul eləsin. Allah Teala bizi hər gecə cəhənnəm odundan xilas elədiyi bəndələrindən etsin. Allah Teala bizi hər iftar vaxtı cəhənnəm odundan xilas elədiyi bəndələrdən etsin. Həqiqətən də bu ay bağışlanmaq ayıdır. Rasul sallallahu aleyhi və səlləm günlərin bir günü minbərə qalxanda 3 dəfə amin, amin, amin deyir. Sahabələr təəccüblənir. Axı, belə şey olmayıb axı, 3 dəfə ard-arda amin desin. Soruşurlar, ya Resulullah, sən niyə minbərə qalxanda 3 dəfə amin dedin? Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm deyir ki, Cəbrail gəldi mənim yanıma, mənə dedi ki, ey Muhammed, valideynlərindən hər ikisi, yaxud da biri sağ ola, hələ də bağışlanıb, əff olunub, cəhənnəm odundan xilas olunmayan bəndə rüsvay olsun. Cəhənnəmdə üz üstə sürülsün. De amin, mən nə dedim amin. Ya Resulallah, sənin adın çəkiləndə sənə salavat deməyən bəndə rüsvay olsun, cəhənnəmdə üz üstə sürülsün. De amin, mən nə dedim amin. Ya Resulallah, Ramazan ayına daxil olub, bu aydan günahları bağışlanmamış halda çıxan bəndə
rusvay olsun, cəhənnəmdə üz üstə sürülsün. De amin, mən də dedim amin. Mələklərdən olan elçi dua eləyir, insanlardan olan elçi amin deyir. Ən fəzilətli mələk dua eləyir, ən fəzilətli peyğəmbər amin deyir. Bu dua qəbul olmaya bilər? Mütləqdir ki, bu dua qəbul olur. Ona görə qardaşlarım, Ramazana yetişmək bir xoşbəxtçilik, Ramazanda oruç ibadət eləmək iki xoşbəxtçilik, amma ən əsası Ramazandan təmiz, günahları bağışlanmış halda çıxmaqdır. Bax, əsas bu son günlərdə buna çalışmaq lazımdır. Hələm qarşıda 3 günümüz var. Ramazanın 27-si var, 28-i var, 29-u var. Hətta Peyğəmbər s.ə.v bir Qədir gecəsin Ramazanın axır gecəsində axtar. Bəlkə axır gecəsində də Qədir gecəsi. Yəni daha çox ibadətlə keçirir. Allah Teala qəbul eləsin bu iftar süfrəsin. Kim oruç tutana iftar verərsə, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, o oruç tutanların savabı qədər savab qazanır. Onların savabından heç nə əksilməz. Həmçinin bu məclis toy məclisidir. Allah Teala qardaşımızı xoşbəxt eləsin. Allah subhanahu və Teala ona bu izdivacından çoxlu xeyirlər, bərəkətlər, faydalar nəsib etsin. Allah Teala ona bərəkət versin. Onun zövcəsinə bərəkət versin və onları xeyir üzərində cəm eləyib toplasın. Şeyx Abdülmuhsin Abbad, hafizahullah, bu duanı şərh eləyəndə deyir, təzə evlənənlər üçün edilən dua, Bərakallahu ləkə və bərəkə aleykə və cəməə beynəkumə fi xeyrin. Allah Teala sənə bərəkət versin. Allahın bərəkəti sənin zövcənin üzərinə olsun və sizi xeyir üzərinə cəm eləyib toplasın. Şeyx Abdülmuhsin Abbad, Allah onu qorusun, deyir ki, İslam dini gəlməmişdən qabaq cahiliyyət dövründə evlənənlərə belə deyərdilər. Qoşa qarıyasınız, oğullu uşaqlı olasınız, bir yastıqda qocayasınız və s. Bu kimi sözlər deyərlərmiş. İslam dini gələndən sonra Muhammed sallallahu aleyhi və səlləm öyrətdi evlənənlər üçün bu duanı etməyi. Bərakallahu ləkə və bərəkə aleykə və cəməə beynəkumə fi xeyr. Allah Teala sənə bərəkət versin. Allahın bərəkəti sənin həyat yoldaşının üzərinə olsun və sizi xeyir üzərində birləşdirsin. Artıq bundan sonra insan dua eləyə bilər. Allah sizi xoşbəxt eləsin, oğullu şağlı olasınız, bir ömür əmin-amanlı saadət içərisində olasınız. Biz də bu duanı qardaşımız üçün edirik. Allah Teala hamınızdan razı olsun. Allah Teala bizləri xeyir üzərində həmişə birləşdirib, cəm eləyib toplasın. Bugün bizi Ramazan ayında topladığı kimi yenə Ramazanları bizə nəsib eləsin. Çoxlu Ramazanlar tutar. Və bizi ahirətdə peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməl-i salih insanlarla bərabərləsin. Allah Teala hamınızdan razı olsun qiymətli qardaşlar. Ən gözəlin, ən doğrusunu Allah bilir. Subhanək Allahümmə bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.